Dostlar, namaste. Mənim adım Sahib Xudaverziyevdir. Mən beynəlxalq yoga təlimçisiyəm. Bu günləri qədim fəlsəfələr nöqteyi nəzərdən insanın təbiəti haqqında danışacağıq. Bütün ruhlar planetdə məhz 3 istiqamətlə yaşayırlar. Rajas, Tamas, bir də Sattva. Guna anlayışı qədim sanskrit dilindən kəndir olaraq tərcümə olunur və nəyə görə insanlar məhz 3 istiqamətdə yalnız yaşayırlar və öz fəaliyyətlərini göstərirlər. Öz yaşam kreativliyini, həyatlarını, yəni tam olaraq bu istiqamətə bağlıdır. Atmas, əbədi ruh. Yoga fəlsəfəsi, Ayurveda fəlsəfəsi, qədim sanskrit yazıları, sutralar məhz bu haqda çox geniş danışırlar, geniş izahlar verirlər. Və mən bacardığım qədər sizə bu istiqaməti izah edəcəm. Olduqca maraqlı istiqamətdir. Yəni bu məlumatı insan alandan sonra artıq insanları belə çox şəffaf, açıq görməyə başlayır, onları çox gözəl anlayır, onların fəaliyyətlərini. Bu həqiqətən də çox dəyərli məlumatdır. Ümumiyyətcə yoga təlimçisisənsə və yaxud spiritual həyatla maraqlanırsan, nə isə özünü tapmaq istəyirsən, mütləq bu məlumatı əldə et. Əgər maraqlıdırsa, mütləq like qoy, rəy yaz, məni də motivasiya et, mən daha çox belə məlumatlar sizə ötürüm. Okey, qaydaq bizim mövzumuza. Guna. Guna qədim sanskritdən kəndir olaraq tərcümə olunur. Yəni insanın ruhunu maddi dünya ilə bağlayan bir xətt. Rajas, Tamas, bir də Sattva. Planetdə yaşayan 75% insanlar, canlı ruhlar, o heyvanlara da aiddir. Amma biz bu günləri məhz insanlardan danışırıq. Yəni bədənində ruhu olan canlılar, şuurlu, şuursuz, fərqi yoxdur. Onlar məhz bu 3 istiqamətlə yaşayırlar. Və 75% məhz Tamas qunasında yaşayır. Tamas sözü qədim sanskritdən qaranlıq, kölgə, bataqlıq olaraq tərcümə olunur. O insanlar, mən indi o insanların xüsusiyyətlərini sizə izah edəcəm və siz görəcəksiniz ki, nə qədər elə insanlar sizin ətrafınızda var. Tamas enerjisində, Tamas xüsusiyyətində yaşayan insan çox vaxtı həyatda biraz kök olur. Biraz belə canlı, kilolu olur və fərqi yoxdur. O kişi xaylağıdır, qadın xaylağıdır. Yeməyə çox meylli olur. Yəni oturduğu halda belə qəşəng dadlı-dadlı, bəzi hallarda sağa sola baxıb belə əli ilə yeməyi götürüb yeyəcək. Yuxusunu normadan daha çox yatır. Çünki bədən, zehin bərpa ola bilmir. İnsan düzgün yaşamır. Elə insan belə hökmdar olur, xoşlayır ona tabe olsunlar, onun sözü keçsin, egosu aşırı dərəcədə olur, ara sıra əsəbləşir, əlini masaya vurur, mənəm haqlı. Biraz da əgər o insanın maddi tərəfi, yəni pulu parası əgər birazcıq çoxdursa, onda o insan inanılmaz dərəcədə belə faciə bir formada yaşayır. Belə insanlar bizim ətrafımızda var, bizim qohumlar içində və yaxud ailə üzvlərində. Çünki təəssüf ki, planetin 75%-i məhz bu insanlarla doludur, hansılar ki, məhz Tamas, qaranlıq ruh çərçivəsində yaşayırlar. Nifrət edərlər, paxıllıq edərlər. Yaxşı xüsusiyyətləri odur ki, çox gözəl yaddaşları var. İllərlə olan şeyi o adam sənə deyəcək ki, yox, belə deyil idi, belə idi. Elə insanlar, onlar üçün yalan danışmaq problem deyil, üzə durmaq problem deyil. Çox halda elə insanlar müəyyən
məmur və yaxud nəsə idarə etmə işlərində çalışırlar. Çünki onlar çox meyilli olurlar o yerə. O istiqamətlərini, ruhlarını daha çox zənginləşdirmək üçün onlar hakimiyyət istəyirlər hər zaman və yaxşı, pis baxmırlar sağa, sola, halal, haram, o yollara gedirlər və bəzi hallarda çox pis qurtarırlar. Həbsxanalarda həyatlarını keçirdirlər və yaxud oğurluq oğurluqladığı maddi şeyləri küllü miqdarda bir anda onlarla vidalaşmalı olurlar bəzi hallarda həyatda. Yəni insan birbaşa neqativ içində, pislik içində, paxıllıq içində, nifrət içində yaşayır və əlbəttə ki, bu xüsusiyyətlərdən hansısa biri səndə varsa, çalış onları düzəlt, onları şəfalandır, daha gözəl yaşamağa başla, həyatdan zövq al. İkinci deməli istiqamətə keçək, rajas. Rajas sanskrit dilindən ehtiras tərcümə olunur. Ehtiras insanın həyata qarşı, onun yaşama qarşı etirazıdır. Elə insanlar da bizim ətrafımızda kifayət qədərdirlər. Onlar çox çalışqan olurlar, çox həyatı sevirlər, çalışırlar orada da olsunlar, orada getsinlər, burada çatsınlar. Maddi şeyləri xoşlayırlar, lüks şeyləri, göstərişi xoşlayırlar. Məndə bu var, məndə filandır, özəldir. Yəni mən biraz belə qırqızıl xoşlayarlar. Gözəl, bahalı restoranlarda xoşlayarlar, otursunlar, yemək yesinlər və əlbəttə ki, onlar bütün bu həyat tərzini, bu böyük bir gərginlikdir əslində. İnsanın təbiətinə uyğun deyil. Çünki təbiətdə belə şey yoxdur və biz təbii məxluqlarıq. Onu qoruyub saxlamaq üçün o insan çoxlu əziyyət çəkir. Kənardan uğurlu, belə şıq görünsə də, amma daxili elə insanların çox belə əziyyət çəkmiş olur, incidilmiş olur. Çünki onlar o maddi addımları, maddi dünyanı yaşamaq üçün çox böyük enerjilər sərf edirlər. O lüks həyatı saxlamaq üçün, o ailəni saxlamaq üçün, dostlarının, ətrafın qarşısında, cəmiyyətin qarşısında hər zaman mən nömrə 1-əm olaraq qalmaq üçün çox inanılmaz dərəcədə enerjilər sərf edirlər. Elə insanlar tez qocalırlar, çünki daxilləri dözmür, xəstələnirlər. Çox hallarda ürək-damar xəstəlikləri olur, infarkt, insult, çünki artıq canı dözmür. O təbiətdən çox ayrıldı. Bu təəssüf ki, biraz faciədir. Yəni bir tərəfdən baxsaq, çox gözəl həyat tərzidir. Yəni sən hər zaman uğurlu, şanslı, bir nömrə falan filan, amma eyni zamanda da sən özünü məhv edirsən. Nə gözəl olardı ki, sən biraz onun dərəcəsini azaldasan. Bəzi hallarda insanlarda o təbii yolla baş verir. Misal üçün 20 il adam çox uğurludur, rəhbər vəzifəsindədir, falan filan hər şey. Amma sonra belə bir söz var, Tanrının qapazı. Tanrının qapazı ona deyir. Çünki müəyyən haqsızlıqlarla yaşayıb və karmik borcunu deməli verir, qaytarır və düşür müəyyən biraz slow motion versiyasına. Daha şey olur, bir neçə il belə küsülü yaşayır, həyata qarşı biraz küsülü olur, nifrət olur, amma sonra çəkilir öz bağına, başlayır orada pomidorunu əkir, xiyarını əkir, dostları gəlir yanına ara sıra, dostlarına danışır ki, ay mən belə idim, mən elə idim, mən vaxtında vəzifədə idim, o yan bu yan. Yəni o yaxşı haldır. Çünki daha pis qutara bilərdi elə insan, amma belə qurtarırsa yenə də Tanrının sevgisini qazanmış insan olur və eyni zamanda da elə insanlar xoşlayırlar. Bir çox insanlara köməklik edirlər, amma eqolu olurlar. Thomasda yaşayanlar kimi eqoları çox olur. Ümumiyyətcə
Ego bir xəstəlikdir. Gərək çalışmalıyıq ondan biraz uzaqlaşaq, azad olaq. Üçüncü, Sattva. Sattva, yəni yüngüllük, qədim sanskrit dilindən tərcümə olunur. Yüngüllük, paklıq, şəffaf, təmiz mənalarını daşıyır. Sattvik insanlar planetin ən az faizini təşkil edir. Onlar çox vaxtı kreativ insanlardır. Belə rəssam ola bilər və yaxud nəsə musiqiçi ola bilər. Onlar arıq olurlar, yeməyi az yeyirlər. Çalışırlar yüngül yeməklər yeməyə. Misal üçün, əgər Thomas yalnız və yalnız ət yeməklərini dərc edir, yalnız və yalnız ağır yeməklər, istiyotlu yeməklər, duzlu yeməklər, belə insanın enerjisini alan yeməkləri əgər Thomas dərc edirsə, sattvik insan o uzaq durur. İstiyotdan, sarımsaqdan, soğandan onu sevmir. Çünki onun təbiəti onu qəbul etmir. O aqressiv təbiətin bizə verdiyi tərəvəzlərdir. Yüngül qalır. Elə insan biraz kənardan belə biraz başı getmiş kimi görsənə bilər. Amma eyni zamanda çox ağıllıdır, ruhu çox şəffafdır. Qətiyyən elə insanların xətrinə deyməyin. Çünki onların aurası o qədər şəffaf, təmizdir. Onların karmik borcu həmən qaytarılır. Yəni sən o insana nəsə etsən, sənə yəni həmən gün və yaxud həmən həftə nəsə olacaq. Çünki onlara toxunmaq olmaz. Onlar birbaşa təmiz, gözəl, pak ruhlardır. Yəni onlar Tanrı tərəfindən çox qorunurlar, mələklər tərəfindən çox qorunurlar. Birbaşa cənnətin birinci namizədləridir və yaxud cənnətdə artıq yaşayırlar. Heç vaxtı paxıllıq etməz, hər şeyə sevinər, üzündə təbəssüm, sanki dünya aləm vecinə deyil, rahatdır, hüzurludur, çox güman ki, yoga ilə məşğuldur və yaxud nəsə bir spiritual istiqamətləri sevir, seçir. Yəni bu məhz sattvik insanlara aiddir və mən elə düşünürəm, insanlar çalışmalıdırlar, öz üzərində işləməlidirlər. Çünki hər bir insanın daxilində 3 guna yaşayır. Yəni heç kim deyə bilməz ki, mən yalnız sattvikam və yaxud mən yalnız tamasikam. Xeyr, üçü də var. Amma biz baxanda görürük ki, kimdə o daha çoxdur, kimdə daha azdır və yaxud kimdəsə heç yoxdur. Biz çalışmalıyıq, ümumiyyətcə ruhumuzu mükəmməlləşdirək, öz hərəkətlərimizlə, öz fəaliyyətimizlə. Yəni əgər tamasik insan, tamasda yaşayan insan nə özü, nə ətrafı gördüyü işdən xeyir almır, yəni adam yalnız ziyan vura-vura yaşayır. Yəni sən ondan biraz uzaqlaşmalısan, daha xeyirli işlərlə məşğul olmalısan ki, cəmiyyət faydalansın, maariflənsin. Yəni xoş işlərlə ruhları sevindirməlisən. Bu insanın ümumiyyətcə məqsədi budur. Sənin ruhunun bu günləri yer kürəsində yaşamağın məqsədi birbaşa odur. Ruhunu təmizləyəsən, paklaşdırasan, yəni yalnız və yalnız karmik işlər görməməlisən, pislik görməməlisən. Bu çox önəmlidir. Biz bunu anlayaq, bunu qavrayaq və çalışaq ki, günbəgün həyatımızda xoş, pozitiv işləri daha çox artıraq. O bizim özümüzə inanılmaz dərəcədə xoş olacaq, həzz alacağıq ondan. Mən bunu tam əminliklə sizə deyirəm. Və pis işlər, negativ işlər, neysə paxıllıqdır, onda var, məndə yoxdur, ya mən ondan öndə olum. Bu kimi hissləri, duyğuları çalışmalıyıq daxilimizdə, bastıraq, onları silək, itirək. Çünki o bizim egomuzdur, o bizə xeyir, xoşbəxtlik, sevgi verən amillər deyil. Çünki bizim ruhumuz məhz təbiətə uyğundur, xoşbəxtliyə uyğundur, sevgiyə uyğundur. Onda insan daha gözəl, daha super həyat sürür. Əla.
Bu günləri sizə demək istədiyim bu idi. Ümid edirəm məlumat çox faydalı oldu. Gününüz gözəl keçsin. Namaste.